Neftçini Yuri Vernudub xilas edəcəkmi və yaxud Viktor Qonçarenko? Düzdür, son məlumatlara görə Viktor Qonçarenko Belarus yığma komandasına baş məşqçi gedir. Yuri Vernudub isə Ukraynadan çıxıb Azərbaycana gəlməlidir. Bu haqda mən dəqiq informasiyam yoxdur. Neftçi klubu da bir söz demir. Amma hiss olunur ki, bu saat danışıqlar gedir, kimlənsə gedir. Yəqin ki, xarici məşqçi ilə. Azərbaycan məşqçilərinin adları çəkilmir. Çoxları Tərlan Əhmədova görmək istəyir Neftçidə. Ancaq deyəsən Neftçinin rəhbərliyi bu dəfə yenə də xarici məşqçi axtarışındadır. Amma siz doğrudan mı hesab edirsiniz ki, yeni gələn məşqçi Neftçini düzəldəcək? Neftçinin qapıçısı Piriç az top buraxacaq, müdafiə başlayacaq əla oynamağa, hücumda forvardlar qollar vurmağa başlayacaq. Neftçinin heyəti hər şey normaldır, ancaq sadəcə olaraq komanda oynaya bilmir. Bunun səbəbini axtarmaq lazımdır ki, komandada nə baş verir?